Salam əziz abituriyentlər. LİM 20 sınaq test toplusunun, sınaqlar toplusunun 19-cu sınağına baxaq. Cədvəli tamamlayın. Faydalı qazıntılar, onların yataqlarının adı, yerləşdiyi inzibati rayon və iqtisadi rayonun ardıcılığı soruşulur. Bilirik ki, xromit yatağı Laçındadırsa, onun adı İpək olacaq. İki xromit yatağımız var. Kəlbəcərdə Göydərə, Laçında İpək. Deməli, A, C və Y variantlarını silə bilərik. Alünit yatağı Zəylikdir, Daşkəsəndə yerləşir və Gəncə Daşkəsən iqtisadi rayonunda yerləşir. B və D variantlarının hər ikisində ikinci şərtdə Gəncə Daşkəsən var. Mis Qaradağ adlı yataqdadır. Gədəbəy rayonunda olmalıdır və Gədəbəy rayonunda Tovuz Qazax iqtisadi rayondadır. Üçüncü sətirdə Gədəbəyin verildiyi yalnızca B variantı var. D variantında bu Tovuz verilib. Deməli, D variantında silmək olar. Və Diyaqçay bilirik ki, molibden yatağıdır, Ordubaddadır və Naxçıvan iqtisadi rayonunda yerləşir. Molibden 4-cü sətirdə B variantına verilib. Cavab B variantı. Xəritə sxemi əsasən verilmiş iqlim diaqramlarına uyğun gələn məntəqələri müəyyən edək. İqlim diaqramları. Birinci diaqram yağıntının il boyu bol və bərabər olması, temperaturunda 25-28 arası ekvator iqlim qurşağını ifadə edə bilər. İkinci diaqram yenə şimal yarımkürəsində 20-30 dərəcə arasında temperatur gedişatı və yay aylarında bol yağıntının olması şimal subekvator iqlim qurşağına aiddir. Və üçüncü diaqram yenə temperatur xətti şimal yarımkürəsini göstərir və yağıntının da miqdarının minimum olması bu şimal yarımkürəsində tropik iqlim qurşağına dəlalət eləyir. Birinci diaqram ekvator iqlim qurşağına götürülməli idi və burada görürük ki 3 və 5 rəqəmləri ilə ekvator iqlim qurşağı verilib. Birinciyə 3 və 5-in verilmədiyi B, C və Y variantlarını silə bilərik. İkinci diaqramda şimal yarımkürəsində subekvatorial verilib. Şimal yarımkürəsində subekvatorial 1 və 4 rəqəmləri ilə verilib. İkinciyə 1-4-ün verildiyi yalnız A variantı var. Deməli, D variantında silmək olar. Və üçüncü diaqram şimal yarımkürəsində tropik iqlim qurşağını göstərir. Buna da biz Ərəbistanı və Afrikanın şimalını göstərən 2 və 6 rəqəmləri ilə göstərə bilərik. Cavab A variantı. Uyğunluğu müəyyən edək. Təbii vilayətlər və onlarda yerləşən zirvələr. Orta Araz, yəni Naxçıvanda bu zirvələrdən Qazangöl dağ və Kükü dağ var. Birinciyə 3-5 verilməyən variantları silirəm. İkinci Böyük Qafqaz təbii vilayətində Tufan dağ və Çingiz Mustafayev var. İkinciyə 4-6 verilməyən Y variantını silirəm. Və Kiçik Qafqazda Hinal dağ və Böyük İşıqlı zirvələri var. Deməli, cavabımız A variantı. Xammal mənbələrinə meyl edən sənaye sahələri. Şəkər istehsalı xammal mənbəyinə meyl eləyir. Ancaq ondan sonraki ikinci etap qəmnadı istehsalı tələbata meyl eləməlidir. Deməli, birinci şərtin verilmədiyi variantları silə bilərik. Mebel istehsalı istisnasız tələbata meyl eləyir. Deməli, ikinci şərtin verildiyi variantda silirəm. Alüminium istehsalı. Alüminium metalı filizdə daha çox olduğuna görə onu daşımaq məqsədə uyğundur. Yəni, daşımaq mümkündür. Belə çıxır ki, alüminiumu təkcə xammala deyil, eyni zamanda tələbata da meylləndirmək olar. Deməli, üçüncü şərt silinə bilər. Dəqiq maşın qayırma artıq bizə lazım olan variantlarda onsuz da yoxdur. Üçüncü şərtdə sildiyimizə görə D variantında silmək olar. Dəqiq maşın qayırma, əgər dəqiq maşın qayırma deyirsə, bu ixtisaslı kadrlara meyl eləməlidir. Deməli, 4-cü şərt də yanlışdır. Şərabçılıq xammal mənbəyinə meyl eləyir. Belə ki, belə deyək, harada üzüm varsa, orada da şərabçılıq müəssisələri yerləşdirilə bilər. 5-ci şərt də bizə lazımdır. Və mis istehsalı. Bayaq alüminiumda metalın
filizin tərkibində bol olduğunu demişdik. Misdə isə bu tam əksinədir. Mis metalı filizinin tərkibində az olduğuna görə onu daşımaq məqsədə uyğun deyil və harda hasil edilirsə, orada da emal edilməsi məqsəd yönlüdür. Deməli, 1-5-6 cavab Y variantı. Xüsusiyyətlərin aid olduğu Türk dövləti müəyyənləyin. Qaragül qoyunçuluğu deyilirsə, demək ki, artıq Türkmənistandan söz gedə bilər. Duz hasilatına görə fərqlənir. Bəli, Türkmənistan Glauber duzuna görə öndədir. Və əkinçilikdə pambıqçılıq və bostan bitkiləri üstünü təşkil edir. Bəli, Mərkəzi Asiyada, yarımçəri quru çöl iqlimində, subtropik yumuşaqda bu bitkilər becərilir. Deməli, cavab D variantı. Eyler-Veyn diaqramına uyğun bəndləri müəyyənləyək. İki cür çay yatağı verilib. Biri U şəkilli düzənlik çayı, biri isə V şəkilli dağ çayıdır. Çay yatağı boyu meandr və axmaz göllər yaranır şərti düzənlik çayına aiddir. Yəni, birinciyə biri götürmək olar. Meyillik və axın sürəti böyük olur şərti dağ çayına aiddir. İkinciyə 2. Yaranmasına iqlim və relief amilləri təsir edir şərti hər iki çay yatağına aiddir. Üçüncüyə 3. Yan eroziya üstündür şərti düzənlik çayına aiddir. Birinciyə 4. Eksogen mənşəli relief formaları yaranır şərti həm dağlıq, həm düzənlik ərazilərə aiddir. Çünki çayın özü eksogen mənşəli relief formalarını əmələ gətirən amillərdəndir. Üçüncüyə 5. Və astana və şəlalələr rast gəlinir şərti də təbii ki, dağ çayına aiddir. İkinciyə 6. Birinciyə 1-4, ikinciyə 2-6, üçüncüyə 3-5 C variantında göstərilib. Dünya xəritəsində 30 dərəcə qərb və 50 dərəcə şərq uzunluqları arasında 40 dərəcəli paralel üzrə məsafə 28 cm-dirsə, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapaq. Biz əvvəlcə dərəcə toruna görə həqiqi məsafəni tapıb, xəttdəki məsafəyə bölüb miqyası tapacağıq. 30 dərəcə qərb uzunluğu və 50 dərəcə şərq uzunluğu arasında 80 dərəcə coğrafi enlik fərqi var. Və bu coğrafi enlik 40 dərəcə paralel olduğuna görə 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4 kilometrdir. Bunların hasili 6832 kilometr eləyir. Həqiqi uzunluğumuz 6832 kilometr, xəttdəki uzunluğumuz isə 28 cm olarsa, miqyas bərabərdir, həqiqi uzunluq bölünsün, xəttdəki uzunluq düsturundan istifadə edib, bu cavabın 244 olduğunu tapa bilərik. 244 kilometrdə santimetrə çevirmək üçün arxasına 5 dənə 0 əlavə edirik ki, bu da A variantında özünü göstərir. İnzibati rayonlar üçün ümumi xüsusiyyətləri müəyyənləyək. Birinci şərtdə verilir ki, 2 və 6 rəqəmlərlə verilən Lənkəran və Salyan rayonları ərazisində milli parklar yerləşir. Şərti doğrudur. Birində Hirkan, digərində Şirvan Milli Parkını göstərmək olar. Deməli, birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi B və C variantlarını silmək olar. 2 və 4 rəqəmləri ilə verilən Lənkəran və Ağcabədi rayonları üçün pambıqçılıq üzrə ixtisaslaşmışdır şərti verilib. Lənkəran üçün bu şərt doğru olmadığına görə ikinci şərt yanlışdır və ikinci şərtin verildiyi Y variantını da silirəm. 4 və 5 rəqəmlərlə verilən Ağcabədi və Bərdə rayonlarına Qarabağ İqtisadi rayon tərkibində daxildir şərti. Bəli, hər iki rayon Qarabağ İqtisadi rayonu daxildir. Yəni 4 və 5 rəqəmlərlə verilən üçüncü şərt doğrudur. 1 və 3 rəqəmlərlə verilən Kürdəmir və Ağdaş rayonlarının Kür çayının sol tərəfində yerləşməsi şərti verilib və Azərbaycanın siyasi xəritəsinə baxsaq görərik ki, həm Kürdəmir, həm də Ağdaş rayonları Kür çayının sol tərəfində yerləşir. 4-cü şərtdə doğrudursa cavabımız A variantıdır. 5-ci şərtə baxaq. 1 və 6 rəqəmlərlə verilən Kürdəmir və Salyan rayonları üçün ərazisi Başmuğan kanalı ilə suvarla şərti yanlışdır. Belə ki, Muğan düzü Kür çayının sağ sahilindədir, Kürdəmir isə sol sahilində. Deməli, 5-ci şərtdə yanlışdır və D variantı da ələnə bilər. Kənd təsərrüfatına aid doğru ifadələri müəyyənləyək. Pambıq və kətan lifli bitkilər isti iqlim şəraitində bitirlə şərti yanlışdır. Çünki
Pambıq üçün bu şərt doğru olsa da kətan üçün doğru deyil. Deməli, birinci şərt yanlışdır. Birinci şərtin verildiyi variantları silirik. Bu variant silmə, yəni ələmə prosesini imtahanda nə qədər eləsəz, o qədər sizə kömək olacaqdır. Amma bunu əminliklə dəqiq bildiyiniz suallarda eləyə bilərsiniz. Pambıq, çəltik, tərəvəz kimi yüksək miqdarda istilik tələb edən bitkilər düzənliklərdə əkilir şərti doğrudur. İkinci şərt doğrudur. Bizə qalan B və C variantlarının hər ikisində ikinci şərt var. Arıçılığın inkişafı üçün dağ-çəmən landşaftı əlverişlidir şərti doğrudur. Belə ki, dağ-çəmən landşaftı subalt və alt çəmənliyində arıçılığın inkişafı üçün, yəni arıların bal toplaması üçün əvəz edilməz bir təbii resursdur. Üçüncü şərtdə lazım olduğu üçün C variantını silmək olar. Artıq dördüncü şərt öz-özlüyünə yanlış olur. Qaragül qoyunçular əsasən mülayim iqlim qurşağında deyil, subtropik iqlim qurşağında olmalıdır. Ovalıqlarda əkin sahələri geniş yer tutur şərti doğrudur. Əkin sahələri əsasən düzənliklərdə salınması məqsəd yönlüdür. Yəni B variantı doğrudur. Suvarma relyefdən asılı olmayan xissələrindən yeri tətbiq edilə bilər şərti yanlışdır. Çünki dik yamaçlı dağlarda suvarma o qədər də əlverişli deyil. Xəritə sxemdə verilmiş məntəqələrdə formalaşan təbii zonaları əsas iqlim qurşağına və keçid iqlim qurşağına yerləşməsinə əsasən qruplaşdıraq. Deməli, biz birinci əsas iqlim qurşaqlarını birinci sırada düzməliyik. Burada görürük ki, 2 rəqəmi tropik iqlim qurşağında, 5 rəqəmi ekvator iqlim qurşağında, 6 rəqəmi isə mülayim iqlim qurşağında yerləşir. Bunu iqlim qurşaqlarının xəritəsi ilə tutuşdursaq görə bilərik. Deməli, birinciyə 2, 5, 6 olacaq. 2, 5, 6 yalnızca A variantında verilib. 1 rəqəmi subekvator iqlim qurşağında, 3 rəqəmi subekvator iqlim qurşağında, 4 rəqəmi də subekvator iqlim qurşağında göstərilib. Deməli, cavab A variantı. Sxemi tamamlayaq. Birinci şərtdə ərazisində Aralıq dənizi iqlim tipi hakimdir. Turizm, yeyinti və yüngül sənaye sahələri üzrə ixtisaslaşmışdır. Şərti Türkiyə üçün ödənir. Yəni, bura 2 qoymaq olar. Geosinkronal qurşaqda yerləşir, ərazisində denudasyon düzənlik var şərti həm Türkiyə üçün, həm də Meksika üçün uyğundur. Burada Meksikanı, yəni 3'ü qoymaq olar. Yəni, eyni zamanda Türkiyəni də. Yanacaq sənayesinin inkişafı üçün xammal ehtiyatına malikdir. Bunu Meksika üçün aid eləmək olar. Sahillərin 2 okean suları yuyur. Bu şərti də Meksika üçün aid ola bilər. Həm sakit, həm də Atlantik okean suları yuyur. Deməli, ortaq 2-3'dür. Birincidə 2 də var, ikincidə 3 də var. Deməli, birinciyə 2, ikinciyə 3'ü aid eləmək olar. Cavab B variantı. Kəsmə yüksəlinin 25 metr olduğunu bilərək doğru fikirləri müəyyən edək. Buradan gördüyümüz kimi, burada bir çökəklik verilib. Çünki horizont berkşiklər içəri doğru çəkilib. Və kəsmə yüksəlinin 25 metr olduğunu bilərək daxili horizontalı A və B nöqtələrin hündürlüyünü və xarici horizontalı əvvəlcədən müəyyən edək. Daxili horizontal 325 metrdir. Çünki bizim bir şərtimiz var ki, çökəklikdə daxili horizontal çökəkliyin dibindən böyük olub, kəsmə yüksəlinə qalsılıq bölünən ilk horizontaldır. Yəni, 317-dən böyük olub, 25'e qalsılıq bölünən ilk rəqəm 325'dir. B nöqtəsi gördüyümüz qədər 325 metrlik horizontaldan 50 metr yuxarıdadır. Yəni, B məntəqəsinin hündürlüyü 375 metrdir. A nöqtəsi B nöqtəsindən də 2 kəsmə yüksəkliyi yüksəkdədir. Yəni, A nöqtəsində hündürlüyü olacaq 425 metr. Və kənar horizontal A nöqtəsindən də bir kəsmə yüksəkliyi yüksəkdədir və belə çıxır ki, kənar horizontalda yerləşir 450 metrdə. İndi bu, əldə elədiyimiz məlumatlara görə cavablara baxaq. A və B nöqtələr arasında nisbi hündürlük fərqi 50 metrdir şərti doğrudur. Bəli, 375 ilə 425'in arasında 50 metr var. Birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi variantları silirəm. Xarici horizontal mütləq hündürlük 450 metrdir şərtini bayaq yazmışdıq. İkinci şərt də doğrudursa, ikinci şərtin verilmədiyi variantları da silsək, cavabımız 1-2-5 qalacaq. Qabarıq relyef forması təsviridir şərti yanlışdır, çünki burada çökəklik verilib. Şərq yamacı daha çox meyilliyə malikdir şərti yanlışdır, çünki daha sıx çəkilən, yəni daha çox meyilliyə malik olan qərb yamacdır.
Ən aşağıda yerləşən nöqtə ilə, yəni 317 ilə kənar horizontalın, yəni 450-nin arasında 133 metr hündürlük fərqi var şərti doğrudur. Daxili horizontal mütləq hündürlüyü 350 metr deyil, tapdığımız qədərlə 325 metrdir. Deməli, cavabımız D variantı. Xəttə sxemdə iştirixlənmiş ərazinin, yəni Muğan düzünün suvarılmasına əsas rol oynayan suvarma kanalının mənbəyini müəyyən edin. Buradakı kanalların əsas mənbəyi Bəhramtəpə su qovşağıdır, yəni cavab B variantı. Antarktida materikinə aid yanlış bəndi müəyyən edin. Daxil hissələrində iqlim daha sərtdir şərti doğrudur. Buz örtüyün qalınlığı mərkəzdə maksimuma çatır şərti doğrudur. Eyni adlı tasvir tavasında yerləşir şərti doğrudur. Üzvü mənşəli faydalı qancılar, yəni kömürə və ya neftə rast gəlinir şərti doğrudur. Sahil sularında planktona rast gəlinmir şərti isə yanlışdır. Demək, cavab Y variantı. Okean səviyyəsində havanın temperaturu müsbət 8 dərəcə olarsa, A və B məntəqələri arasında hündürlük fərqini müəyyən edin. Əgər okean səviyyəsində müsbət 8 dərəcədirsə, deməli 2 dərəcə temperatur olan B məntəqəsi okean səviyyəsindən 6 dərəcə temperatur fərqinə, yəni 1000 metr hündürlük fərqinə bərabərdir. Deməli, B məntəqəsinin hündürlüyü 1000 metrdir. A məntəqəsinin də 2500 metr hündürlüyə malik olduğunu bilsək, 2500-dən 1000 çıxsaq, cavabımız 1500 qalacaq, cavab C variantı. Doğru bəndləri müəyyən edək. Torpaq növü, landşaft tipi və yerləşdiyi ərazi. Boz çəmən, yarım səhra, Şirvan düzü doğru götürülə bilər. Birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi A variantını silirəm. Dağ çəmən torpağında alt və subalp çəmənlikləri var və yan silsilədə bu mümkündür. İkinci şərtdə doğrudursa, deməli C və Y variantları da silinə bilər. Qonur dağ meşə torpağında dağ meşə landşaftı ola bilər. Qarabağ vulkanik yaylasında isə əsasən dağ çəməndir. Üçüncü şərt yanlışdır. Çəmən meşə torpağında düzən meşələri formalaşmışdır və bu Qanıq əyri çayda və ya Şollar düzündə götürülə bilər. Dördüncü şərtdə doğrudursa, biz D variantını silə bilərik. Sarı torpaq Lənkəran Astara zonasında düzən meşə formalaşa bilər, amma dediyimiz kimi Lənkəran Astara zonasında, Samur Dəvəti zonasında yox. Beşinci şərtdə yanlışdır. Cavab B variantı. Mineral ehtiyatlardan səmərəli istifadə yolları. Tərkibində filiz olan tullantılardan təkrar istifadə şərti doğrudur. Terikon təpələri yenidən emal etsələr, bəlkə tərkibindən müəyyən qədər filiz çıxar. Birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi variantları silirik. Yeni kəşf olunmuş yataqların istismara cəlb olunması şərti əslində təbii ehtiyatların tükənməsinə yönəlmiş bir şeydir. Səmərəli istifadəsinə aidiyyəti yoxdur. İkinci şərt yanlışdırsa, D variantını silə bilərik. Xam maldan kompleks istifadə elə demək olar ki, birinci şərtlə biraz oxşardır. Üçüncü şərtdə doğrudursa, B variantını götürürük. İnkişaf etmiş ölkələrin inkişafda olan ölkələrdən xam mal ixal etməsi şərti bu dəfə inkişafda olan ölkələrdəki xam malın tükənməsinə yönəlik bir hərəkətdir. Dördüncü şərtdə yanlışdır. Bunun yerinə süni materiallardan istifadə etmək məqsəd uyğundur. Hasilatın tələbat səviyyəsindən aşağı salınması şərti isə bu dəfə iqtisadiyyatı iflic eləyər. Deməli, 5-ci şərtdə yanlışdır. Cavab D variantı. Yanlış bəndi müəyyən edək. A variantına baxaq. 1. Quru çöl və intrazon landşaft yayılmışdır şərti doğrudur. Bu, Kürəraz ovalığında formalaşan bir landşaftdır. 5. Bütün fəslərdə bol rütubətli soyuq iqlim hakimdir şərti. İqlim tipləri xəritəsinə baxsaq, görək ki, 8 rəqəmi ilə bu ərazilər bütün fəslərdə bol yağıntılı soyuq iqlim verilib. Deməli, B variantı da doğru olduğu üçün bizə lazım deyil. 4 rəqəmi ilə yay quraq keçən mülayim isti iqlim şərti verilib. Burada qışı quraq keçən mülayim isti və ya qışı quraq keçən soyuq iqlim ola bilər. Burada da dağ tundra iqlim ola bilər. Deməli, C şərti yanlış olduğuna görə bizə lazımdır. 2-də qar və buzlaqlarla qidalanan çaylar mövcuddur şərti doğrudur. Buradan başlayan çayların əksəriyyəti qar və buzlaqlarla qidalanır. 3 rəqəmi ilə verilən Naxçıvan dağlıq ərazilərində subnival və nival landşaft yayılmışdır şərti doğrudur, ona görə də götürmürük. Cavab C variantı. Tasvir havalarının hərəkət istiqamətində doğru göstərilmişdir.
Bir rəqəm ilə sakit okean atmosfer tabaqası doğru göstərilibdir. Yəni 1-in olmadığı variantları silmək olar. 2 rəqəmi ilə göstərilən Şimali Amerika atmosfer tabaqasının hərəkəti düzgün göstərilməmişdir. Çünki qərb tərəfi olmalı idi. İkinci yanlış olduğuna görə 2-nin olduğu variantda silmək olar. 3 rəqəmi ilə Cənubi Amerika atmosfer tabaqası qərbə doğru göstərilməli olduğu halda şərqə verilib. 3 də yanlışdır. Və 3-ün verildiyi Y variantı da silinə bilər. 4 rəqəmi ilə verilən Afrika, 5 rəqəmi ilə verilən Hindistan, hər ikisi doğru göstərilmişdir. Yəni cavab 1, 4, 5-dir. Maskal atmosfer tabaqası şərqə doğru getməli olduğu halda burada qərbə göstəriblər. 6 da yanlışdır. Deməli, D variantı da səhvdir. A məntəqəsində günəş şüalarının düşmə bucağı 45 dərəcə olarsa, qütb gecənin müşahidə olduğu məntəqəni müəyyən edək. Əgər A məntəqəsi cənub yarımkürəsindədirsə və günəş şüaları A məntəqəsinin 45 dərəcə bucaq altında görünürsə, deməli, günəş şimal yarımkürəsində A məntəqəsindən 45 dərəcə coğrafi enlik məsafədədir. Yəni, günəş şüalarının 45 dərəcə bucaq altına düşməsi verilən məntəqə ilə günəşin zenitdə olduğu məntəqə arasında 45 dərəcə coğrafi enlik fərqinin olduğuna dəlalət edir. 21,5 dərəcə cənub enindən 45 dərəcə yuxarı getsək, yəni şimala doğru getsək, 23,5 dərəcə şimal eninə çatmış olaraq. Deməli, günəş şimal tropikindədir. Qütb gecələr müşahidə olunduğu məntəqələr isə cənub qütb dairəsi və ondan aşağıda olan ərazilərdə olmalıdır. Yəni, söhbət Y və K məntəqələrindən gedir. Cavab A variantı. Qoşulmama hərəkatına üzv olan ölkələri müəyyən edək. Orta məktəb dərsliyindən götürdüyüm bu xəritə sxemdə qoşulmama hərəkatına üzv olan ölkələr və müşahidəçi qismində olan ölkələr tünd və açıq göy rənglərlə verilmişdir. Bu şəkildən göründüyü qədər 2 rəqəmi ilə verilən Səudiyyə Ərəbistanını, 3 rəqəmi ilə verilən Monqolistanı və 4 rəqəmi ilə verilən Misiri götürə bilərik. Cavab A variantı. Hidroqrafa əsasən doğru fikirləri müəyyən edək. Yəni, çayın su səviyyəsi, su rejimini göstərən sxemə əsasən düzgün olanları seçməliyik. Musson iqlimi zonasında yerləşir şərti yanlış götürülə bilər. Çünki musson iqlimində çayların rejimi əsasən yay aylarında, iyun, iyul, avqust aylarında bol sulu olur. Deməli, birinci şərtin verildiyi variantları silmək olar. Maksimum səviyyəsi yaz fəslindədir şərti doğrudur. Çünki burada maksimum səviyyə may ayına düşür. İkinci şərt doğrudursa D variantını da silmək olar. Qışda suvarmadan istifadə olunur şərti yanlışdır. Çünki burada qışda çayın səviyyəsi çox aşağı düşür. Yəni, suvarmada istifadə olunmaz. Üçüncü şərt yanlışdır. Əsasən qar və yağış sularla qidalanır şərti doğrudur. Yaz aylarında daşan çayların ümumi xüsusiyyətidir bu. Mülayim iqlim qurşağında yerləşir şərti də yaz aylarında daşan çaylara aid ola bilər. Qar və buzlaq suları ilə qidalan şərti qar və buzlaq suları ilə qidalanır şərti əsasən yay aylarında daşan çaylara aid eləmək olar. 6-cı şərt də yanlışdır. Cavab C variantı. 210 kiloqram duz almaq üçün qırmızı dənizdən neçə ton su götürmək lazımdır? Bilirik ki, qırmızı dənizin 1 litr suyunda 42 qram duz var. Yəni, 1 tonda 42 kiloqram. Bizdən də 210 kiloqram istəndiyinə görə 210-u 42-yə bölsək cavabımız 5 alınır. Daşqın və su basmaları yaradan səbəblər. Yeraltı suların səviyyəsinin qalxması yalnızca şoranlıq yaradar. Uzun müddətli yağışların yağması götürülə bilər. Texnogen amillər təbii ki, götürülə bilər. Yəni, su anbarında olan hər hansı bir problem. Qar örtüyünün sürətlə əriməsi götürülə bilər. Çayın dibinə tektonik qalxmaların baş verməsi şərti
götürülməz. Yəni cavab 2, 3, 4. Doğru olmayan ifadələri müəyyənləyin. Körən zobalığı və araz boyu düzənliklər daha az rütubətləmə malik olan ərazilərdir. Bu ərazide yarımsərə qurçulu iqlim olduğuna görə bu şərt doğrudur və biz bunu götürmürük. Yağıntıların çox düşdüyü Lənkəran və Qanı Qəyrəçayda buxarlanma adlı şərt isə yanlışdır. Rütubətin bol olduğu yerdə buxarlanma da çox olar. İkinci şərti götürürük. Böyük Qafqazın cənub yamasında buxarlanma daha çoxdur. Şərti də doğru götürülə bilər. Çünki orada rütubəti bərabər mülayim isti və il boyu bərabər yağıntılı, bol yağıntılı soyuq iqlim tipləri olduğuna görə yağıntı çoxdursa buxarlanma da çox ola bilər. Deməli, üçüncü şərti doğru olduğuna görə götürmürük. Talış dağları və Kiçik Qafqaz rütubətləmə əmsalının vahiddən kiçik olduğu ərazilərdə şərti Talış dağlarında götürülə bilməz. Deməli, 4-də götürürük. Talış dağlarında yuxarı qalxdıqca atmosfer yağıntıları artır şərti yanlışdır. Bilirik ki, Talış dağlarının yüksək dağlıqlarında yarımsəhra və quru çöl landşaftı var. Deməli, 5-ci şərt yanlış olduğuna görə götürürük. Respublikamıza daha çox yağıntı gətirən Arktik dəniz və mülayim dəniz hava kütlələri şərti doğrudur və biz bunu götürmürük. Cavab 2, 4, 5. Dəmir yollarının uzunluğuna görə fərqlənən ölkələri göstərək. Əlcəzair ərazisi səhra və yarım səhradır. Bu şərt ödənməz. Amerika Birləşmiş Ştatları bunun üçün uyğun bir yerdir. Monqolistan da Əlcəzair kimi ərazisi böyük, amma əlverişsiz yer kimi götürmək olar. Braziliya ərazisində yaylalar və Amazon cəngəllikləri dəmir yollarının sıxlığına mane olar. Çin və Rusiya verilən şərti ödəyər. Cavab 2, 5, 6. Uyğunluğu müəyyənləyək. Mil Muğan, Şirvansalyan və Mərkəzi Aran iqtisadi rayonlarına aid olan xüsusiyyətləri soruşur. Ərazisində şəkər zavodu fəaliyyət göstərir. İmişli rayonunda Mil Muğana aiddir. 1-ə A. Şimal, Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşir şərti Şirvansalyana aiddir. 2-yə B. Araz çayı iqtisadi rayonun mərkəzindən keçir şərti Mil Muğan iqtisadi rayonuna aiddir. 1-yə C. Enerji istehsalında həm İES, həm də SES fəaliyyət göstərir şərti Mərkəzi Arana aiddir. 3-ə D. Xəzər dənizinin birbaşa çıxışı vardır şərti Şirvansalyana aiddir. 2-yə Y. Situasiya suallarına baxaq. Burada işsizliyin növləri verilib. Birinci növ işsizlik işçini qane etmədiyi üçün başqa bir iş axtarması formasıdır və bu friksiyon işsizliyi adlanır. İkinci növ işsizlik texnoloji inkişaf nəticəsində insanların kütləvi şəkildə ixtisara düşməsi, yəni iş yerlərinin ixtisara düşməsi zamanı əmələ gəlir. Buna struktur işsizlik deyilir. Üçüncü növ isə iqtisadi böhran zamanı əmələ gələn dövrü işsizlikdən söhbət gedir. Bu hallar ölkənin iqtisadi inkişaf səviyyəsindən birbaşa asılıdır. Ölkədə yalnız birinci və ikinci hala uyğun işsizlik olduqda buna təbii işsizlik deyilir və tam məşğulluq kimi qəbul edilir. Adətən sabit iqtisadi malik olan ölkələrdə işsizlik səviyyəsi 7-8%-dən artıq olmur. Mətndə verilmiş hallara əsasən işsizliyin növlərini yazın. Burada biz yazmışdıq friksiyon, struktur və dövrü. Ölkədə 4 milyon nəfər əmək ehtiyatı var və 0,2 milyon nəfər işsiz olarsa, işsizlik səviyyəsini hesablayın. İşsizlik səviyyəsinin mətndə göstərilmiş hansı hallara uyğun gəldiyi müəyyənləyək. Deməli, əgər ümumi əhali əmək ehtiyatı olaraq 4 milyondur və 0,2 milyon nəfəri işsizdirsə, deməli, burada cəmi 5% işsizlik var. Yəni 0,2 4-ün 5%-dir. Və şərtdə də verildiyi kimi, əgər 7-8%-dən artıq deyilsə, deməli, tam məşğuliyyət kimi sayılan birinci və ikinci tip işsizliklər göstərilir. Deməli, biz burada birinci və ikinci tip yaza bilərik. Cədvəldə verilmiş nümunələrin mətnində verilmiş hallara əsasən qruplaşdıraq. İş axtaran cari ilin məzunu. Yəni, artıq belə çıxır ki, diplomunu alan və iş axtaran bir məzundan söhbət gedir. O, friksiyon işsizliyə aiddir. Restoranın bağlanması, yəni burada artıq böhrandan söhbət gedir. Olur. Üçüncü tip işsizlik. Əmək haqqı az olduğu üçün şirkətdən çıxan işçi
friksiyon işsizlikdədir, çünki onu nəsə qane eləmir. Zavodda robotların tətbiqi, yəni burada dediyimiz kimi texnoloji inkişafdan söhbət gedir. Olur struktur işsizlik və əhalinin alıcılıq qabiliyyətinin azalması və ticarətin zəifləməsi, bu da böhrandan irəli gəlir. Olur dövri işsizlik.